Hər kəs salamlar Meksikanın Çetumal şəhərindən. Deməli, mənə izləyicilər, tanışlar, bilişlər kommentariyada yazırlar, zəng vuranda deyirlər ki, Çingiz Pəhlivan, Azərbaycana niyə gəlmirsən? Gəl burada işlə də. Bilmirəm, bunlar məni gic yerinə qoyub, ya həqiqətən o sualı mənə verənlərin özlərinin başı xarabdır. Mən 7 il Azərbaycanda pəhlivanlıq elədim. Getdim dünyanın 78 ölkəsi içində finala qədər qalxdım. Həmişə qeyri-adi gücümlə Azərbaycanlı gücü dedim, videolar paylaşdım. Mənə heç bir dövlət qurumu, heç bir kanal, heç kim mənə dəstək olmadı. İndi Allah mənə bir qapı açıbdı. Xarici vətəndaş, sağ olsun, Allah onun balalarını saxlasın. Videolarımı gördü, qeyri-adi bacarığımı gördü, çağırıb bura. Şükür Allah'a işləyirəm, pulumu qazanıram. Nə qohumdan pul istəyirəm, nə tanışdan, nə dostdan. Öz halal pulumu qazanıram, başımı saxlayıram, ailəmi saxlayıram. Əsas odur ki, mən pul qazanıram, ailəmə baxıram. Bir də sizə bir söz deyim, o bir söz var, deyir, kişi deyir, harada pul qazanırsa, ailəsini saxlayırsa, orada onun vətənidir. Meksikada mənim bir vətənimdir. Mənim Meksikanlara böyük hörmətim var və Meksikanlar da mənə çox hörmət edirlər. Hər şey qarşılıqlıdır həyatda. Mənə burada hörmət qoyurlar, sənətimə qiymət verirlər. Hansı ki, Azərbaycanda mənim bu pəhlivan sənətimə heç kim qiymət vermirdi. Odur ki, mən buradayam və mən bir daha Azərbaycana gəlməyəcəm. Sağ olun.